Börəklərimizdə zərərli 5 vərdiş. 1. Sidiyi çox saxlamaq. Tualetə sonra gedərəm deyib sidiyi saxlayanda sidik yolları qıcıqlanır. Bu da ki, infeksiya riskini artırır. 2. Az su içmək. Su az olanda sidik qatılaşır. Duzlar daha rahat şəkildə kristallaşır. Göynəmə və daş riski də artmış olur. 3. Həddindən artıq duz qəbulu. Duzu çox yediyimiz zaman deməli bədəndə su yığılır. Bu da ki, şişkinliyi artıraraq böreyin işini ağırlaşdırır. 4. Tez-tez ağrı kəsici qəbul etmək. Deməli, həkim nəzarəti olmadan davamlı şəkildə ağrı kəsici qəbul etmək börəklərimizə əlavə yük salır. Börəklərin süzmə qabiliyyəti zəifliyə, sidik yolları problemləri arta bilər. 5. Soyuq hava, xüsusilə qışda immun sistemi zəifləyəndə sidik yolu problemləri daha asan başlayır. Əgər tez-tez sidiyə getmə, sidiyə gedərkən göynəmə, şişkinlik və börək ağrısı problemləriniz varsa, bitki tərkibli Diurenes tabletlərindən istifadə edə bilərsiniz. Diurenes bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində qızıl çətir otu, livistik kökü və rozmarin yarpaqlarının ekstratı var. Bu bitkilər börəklərdə qan dövranını yaxşılaşdırır, antimikrob, yəni iltihab əleyhinə təsir göstərir, daşların yaranmasının qarşısını alır, sidik ifrazını yaxşılaşdıraraq sidik yollarında yaranan spazmı da azaldır. Diurenes qəbulundan sonra bədəndə, ayaqda və üzdə olan şişkinlik azalır. Sidiyə getmə zamanı yaranan göynəmə və ağrılar da aradan qalxır. Xoş istehsalı olan məhsulun bir qutusu 1 aylıq müalicə üçün kifayət edir. Bildirim ki, bütün apteklərdə də məhsul mövcuddur. Əgər sidiyə gedərkən göynəmə ilə yanaşı qızdırma və sidikdə qan görünürsə, mütləq həkimə müraciət edin. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın.